1-ci Qarabağ müharibəsinin itkin şəhidi Quliyev Mahir Abzaroğlu'nun nəşinin qallıqları 34 il sonra doğulu, boybaşı satdığı torpaqda dəfn olunub. Şəhid Mahir Abzaroğlu Quliyevin nəşinin qallıqları bugün Cəlilabad şəhərinə gətirilərək ailəsinə təhvil verilib. Şəhidlə cənazə namazı qılınıb, vida mərasimi keçirilib. Vida mərasimində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəllov, dövlət orqanları, şəhid ailələri, hərbiçilər, qazilər və çoxsaylı rayon sakinləri iştirak edir. Şəhidin nəşinin qallıqları yaylım atəşi altında torpağa tapşırılıb, dövlət himni səsləndirilib. Şəhidin tabuta bükülmüş üç rəngli Azərbaycan bayrağı ailəsinə təqdim olunub. Qeyd edək ki, Mahir Abzaroğlu Quliyev 1958-ci ildə Cəlilabad şəhərində anadan olub. O, könüllü olaraq döyüşlərə qatılarkən 2 az yaşlı qızı və bir oğlunu vətənə əmanət edib. 1992-ci il iyunun 15-də Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Məlumata görə şəhidin şəxsiyyəti müvafiq ekspertiziya prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib. İqamət Sadiqli, Mirqamət Mirəlioğlu, Zinhar Bəbişov, Xalqım TV.